Son günlərdə istər sosial mediada, istər də yaxın dostlarımdan eşitdiyim bir xəbər var. O da hər birinizə məlum olduğu kimi daşınmaz əmlak qiymətlərinin sürətlə artması və bu tendensiyanın artıq uzun illərdir ki, davam etməsi idi. Və bununla bağlı təbii ki, daşınmaz əmlak ekspertləri və yaxud da iqtisadçılar fərqli fikirlər səsləndiriblər, amma düşünürəm bunun altında yatan başqa təməl problemlər var. Bu da elə mənim çalışdığım sahə ilə bağlıdır. Həm təhsil, həm də bunu pedaqogika prizmasından yanaşmaq istəyərəm. Buradakı məsələ nədir mənim fikrimcə? Ümumiyyətlə bizim cəmiyyətimizdə hələ də investisiya mədəniyyəti tam formalaşmadığı üçün anlayışımız sadəcə daşa, torpağa yatırmaqdır və yaxud əlimizdə bir neçə min pul var, gedib ev götürüb, onu ipoteka şəklində 25 il ödəməklə hər hansı bir yatırım etməyi düşünürük. Təbii ki, bu evi olmayanlara aid deyil. Evi olub əlavə investisiya baxımından ev alanlara və belə olan halda da təbii ki, qiymətlər, yəni tələb varsa qiymətlər qalxacaq. Bunun səbəblərindən biri də biz uzun illər məktəbdə aldığımız təhsillə bağlı olduğunu düşünürəm. Çünki biz bilirik ki, iqtisadiyyat elə birbaşa riyaziyyatla bağlı olan bir ixtisasdır və bizim məktəbdə öyrəndiyimiz riyaziyyat adətən necə olurdu və sual nümunələri necə idi? Mən bununla bağlı daha öncə də fikirlərimi səsləndirmişdim. Bir fəhlə 10 günə bir işi görürsə, 10 fəhlə eyni işi neçə günə görər və yaxud bir usta 10 günə bir evi tikərsə, 2 eyni usta eyni evi neçə gündə tikər və yaxud bir boru hovuzu 5 saatda doldurursa, 2 boru neçə saatda doldurar. Yəni bu tip suallar biz burada çox yaxşı başa düşürük ki, əmək bazarına sadəcə işçi yetişdirəcək zehniyyətli insanlar yetişdirir. Hər hansı bir investisiya, uşaqların beynini biznesə açan, daha çox investisiya bazarlıqları qazandıran, sahibkarlıq ruhu qazandıran, girişimcilik mədəniyyəti qazandıran sual tipləri deyil və biz də bu sual tipləri ilə böyüdüyümüz üçün artıq bizim ağlımıza investisiya ilə bağlı gələ biləcək ən yaxşı şey hər hansı bir yerdə ev almaqdır və bu zehniyyət dəyişmədən də təbii ki, yenə də biz yerimizdə addımlayacağıq və bu addımlamanın da səbəbi daşınmaz əmlak qiymətləri, yəni qorxanlar var ki, daşınmaz əmlak qiymətləri düşəcək, onların aldıqları ev daha ucuz olacaq. Yox, narahat olmayın, çünki hələ biz bu sual nümunələrini dəyişmədiyimiz müddətcə burada hər hansı bir dəyişiklikdən söz gedə bilməz. Amma bunun paralelində mən keçən il Amerikadan və Avropadan gələn bir neçə dərsliklərə baxmışdım. Onların suallara yanaşması, hətta biraz daha yuxarı, ibtidai sinifdən də yuxarı siniflərə qalxdığımızda sual nümunələrinə baxdığımızda görürük ki, həqiqətən də uşaqlara fərqli yöndə riyaziyyat öyrədirlər və övladlarına uşaqlıq yaşlardan sahibkarlıq ruhunu ötürməyə çalışırlar. Sırf o riyaziyyatdakı sual nümunələri ilə birlikdə. Ümid edirəm bizim də tezliklə elə bir sual nümunələri ilə birlikdə övladlarımıza sahibkarlıq ruhunu, investisiya mədəniyyətini sırf elə ibtidai sinifdən riyaziyyatla birlikdə öyrədə biləcəyik. Təbii ki, biz də bunun üçün çalışırıq. Fikirlərimlə razılaşmasanız mənə komment yaza bilərsiniz. Təşəkkürlər.